Səndən ayrılıb və başqasıyladır. Sənə çox maraqlıdır. O insanla münasibəti necədir və axırı nə olacaq? Gəl buna baxaq. Fikrindəki insanın hazırda həyatındakı digər insanla münasibəti hansı enerjidədir? Bunların aralarında hansısa bir mübahisə baş veribdir, hansısa bir soyuqluq, hansısa bir incilik baş veribdir. Çünki burada baxın, bir-birlərindən üz döndərdiklərini görürəm. Ürək qırıqlığı, neysə bir münaqişə baş veribdir bunların arasında. Gəl baxaq. Fikrindəki insan hazırda həyatındakı digər insana qarşı hansı enerjidədir? Enerji olaraq bu dəqiqə belə deyim də, barışmağa cəhdmi eləyir, münasibəti düzəltməyimi istəyir, üçüncü şəxslərlə müzakirələr gedir, bu barədə söz-söhbətlər gedir, qarışıq bir enerjidədir, baxaram. Fikrindəki insan onunla münasibətini davam etdirmək istəyirmi? Fikrindəki insan onunla münasibətini davam etdirmək istəyirmi? Bəli, münasibəti davam etdirmək istəyir, amma qarşı tərəf nəysə istəmir. Gəl baxaq, bəs qarşı tərəf fikrindəki insana qarşı hansı enerjidədir? Qarşı tərəf fikrindəki insana qarşı hansı enerjidədir? Qarşı tərəf hər şeyin bitdiyini düşünür, münasibətlərinin bitdiyini düşünür. Bu insan hansısa bir səhv eləyib, nəysə baş veribdir və bunların aralarında bəlkə də ola bilsin, yenə deyirəm, bu münasibətlərdə bəlkə evlilik söhbəti mi var idi və yaxud da ki, evli idilərmi? Hansısa bir münaqişə baş veribdir bunların aralarında. Qarşı tərəf fikrindəki insanla münasibətlərini davam etmək istəyirmi? Qarşı tərəf fikrindəki insanla münasibətini davam etdirmək istəyirmi? Qararsızlıq içindədir. Bilirsiniz nə istəyir? Bitirməyi də istəmir. Mən sizə deyim ki, sadəcə gözləyir ki, bu fikrindəki insan cəhd eləsin və münasibəti bərpa eləsin. Elə bil ki, hər şey onun üstünə atıb. İstəyirsə bərpa eləyəcək, istəmirsə burada da bitib gedəcək. Bax, belə bir şey var. Yəni, onun cəhdlərindən asılıdır. Fikrindəki insanın cəhdlərindən asılıdır. Gəl baxaq, bəs onların ümumiyyətlə aralarında təkrardan birləşəcəklərmi? Yaxşı bir münasibətləri bərpa olacaqmı onların? Onların münasibətləri bərpa olacaqmı? Bərpa olacaqmı? Tam bərpa olacaq bir şey görmürəm. Hətta hansısa bir yalanla, bəhanə ilə, bir şeylə bərpa olsa belə, sonra yenə bunların axırı yoxdur. Axırı nə olacaq? Bəs onların münasibətləri nə ilə nəticələnəcək? Onların münasibətləri nə ilə nəticələnəcək? Onların münasibətləri nə ilə nəticələnəcək? Nə ilə nəticələnəcək? Əgər bunlar evlidirlərsə, bu evlilikdə ayrılıq falan, boşanma söhbəti olmayacaq, o heç. Amma bunlar bir araya normal şəkildə gələ də bilmirlər də, boş bir şeydir, boş. Çünki burada daha çox orada evlilik falan bir enerjisi var, boş bir şeydir. Okey, əgər evli deyillərsə, bunların münasibətlərinin axırı nə olacaq, bəs onların münasibətlərinin nə ilə nəticələnəcək? Yenə də sonu yoxdur. Amma tam bitişdə görmürəm mən. Çünki fikrindəki insan çox cəhdlər eləyir və burada hansısa bir magiya söhbəti də ola bilər, negativ enerji söhbəti də ola bilər. Yəni, belə baxaq. Onların münasibətləri axırı nə olacaq? Axırı nə olacaq? Yenə də tam bitişdə görmürəm. Çünki burada yenə deyirəm, ya qohumların bir əlaqəsi var, ya ətrafın, belə deyim də, kənar o nə deyər, bu nə deyər. Çünki belə bir şey var. Ona görə də tam bitişdə yoxdur, amma normal şəkildə bir araya gəlmək də görmürəm. Çünki burada negativ enerjisi var, hansısa magiyanın təsirindən bunlar bir yerdədirlər. Ona görə də bu enerji bitməmiş, bu magiya bitməmiş, zaten bunlara ayrılıq yoxdur. Amma normal şəkildə duyğusal birlikdəlik də yoxdur bunlarda. Bu qədər. Aldım, qəbul edildim, yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.